Salam, hər vaxtınız xeyir əziz izləyicilər. Bugün sizə sabah üçün gözlənilən hava şəraiti haqqında ətraflı məlumat təqdim edirik. Əgər sabah üçün planlar qurmusunuzsa, bu məlumatlar sizin üçün olduqca faydalı olacaq. Sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq. Gün ərzində əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Lakin səhər saatlarında bəzi ərazilərdə zəif duman və çiskin ehtimalı istisna edilmir. Ümumilikdə isə hava sabit və sakit keçəcək. Operativ məlumat mərkəzi gecə saatlarında temperatur 0 dərəcəyə yaxın, bəzi yerlərdə isə bir qədər yuxarı olacaq. Gün ərzində isə hava tədricən isinərək təxminən 12 dərəcəyə qədər yüksələcək. Bu isə o deməkdir ki, səhər saatlarında bir qədər sərin hava hissi olsa da, günorta və günün ikinci yarısında daha mülayim və rahat hava şəraiti hökm sürəcək. Boca seka küləyi amilinə gəldikdə isə əsasən şimal-qərb istiqamətli külək əsəcək və bəzi anlarda güclənə bilər. Bu səbəbdən açıq havada uzun müddət qalmağı planlaşdıranlar üçün bir qədər qalın geyim tövsiyə olunur. Xüsusilə səhər və axşam saatlarında küləyin təsiri ilə hava daha sərin hiss edilə bilər. Rütubət səviyyəsi gecə saatlarında daha yüksək olacaq və bu da səhər saatlarında dumanlı hava ehtimalını artırır. Gün ərzində isə rütubət nisbətən azalacaq və hava daha açıq və komfortlu olacaq. Atmosfer təzyiqində də müəyyən dəyişikliklər gözlənilir ki, bu da bəzi insanlarda halsızlıq və ya baş ağrısı kimi təsirlər yarada bilər. Operativ məlumat mərkəzi Azərbaycanın digər bölgələrində isə hava şəraiti bir qədər fərqli olacaq. Dağlıq və dağətəyi ərazilərdə gün ərzində yağış və bəzi yerlərdə qar ehtimalı var. Aran rayonlarında isə əsasən quru və mülayim hava gözlənilir. Bu səbəbdən bölgələr üzrə hava şəraitində fərqlər müşahidə olunacaq. Sabah üçün geyim seçiminə gəlincə, səhər saatlarında isti geyimlərə üstünlük vermək daha məqsədə uyğun olar. Günorta saatlarında isə daha yüngül geyimlərlə rahat hərəkət etmək mümkün olacaq. Axşam saatlarında isə temperatur yenidən aşağı düşəcəyi üçün üst geyim götürmək tövsiyə olunur. Ümumilikdə sabahın havasını belə xarakterizə edə bilərik. Səhər bir qədər sərin və rütubətli, günorta mülayim və nisbətən isti, axşam isə yenidən sərin və küləkli. Bu səbəbdən gün ərzində hava şəraitinə uyğun plan qurmaq və geyim seçmək vacibdir. Sonda isə xatırladaq ki, hava şəraiti dəyişkən ola bilər və gün ərzində kiçik dəyişikliklər baş verə bilər. Buna görə də gündəlik proqnozları izləmək hər zaman faydalıdır. Bizi izlədiyiniz üçün təşəkkür edirik. Sabahınız xoş və uğurlu keçsin.